Şam qoy. Qaşınma varsa şam qoy. Xanımlar, uşaqlıq yolunda axıntı, qaşıntı, pis qoxu, diskomfort hissi, sidiyə gedəndə yanma, göynəmə, münasibət zamanı quruluq, ağrı, menstruasiya dövrünün gecikməsi kimi problemlər yaşayırsınızsa, bu artıq bir xəbərdarlıqdır. Çünki müdaxilə etmədiyiniz hər an sizin xəstəliyiniz biraz daha çox ağırlaşır. Bəs necə müdaxilə etmək lazımdır? Ekrandakı ağrıya toxunun, qırmızı rəng olsun, ətraflı izah edeyim. Yaxınlaşın aptekə, Candivac şam alın. Bu şam istifadə edildiği zaman antiseptik təsirinin köməyi ilə bu saydığım əlamətləri aradan qaldırmağa kömək edir. Üstəlik, uşaqlıq yolunun selektiv qişasını, yəni mikroflorasını bərpa eləyərək bu tipli xoşagəlməyən xəstəliklərin yenidən yaranmasının, yəni bakteriyaların artmasının önləyir. Ölkənin bütün apteklərində əlçatandır. Olmasa da əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Əgər gigiyenanıza diqqət yetirirsinizsə, mütləq Candivac şamdan istifadə etməyinizi tövsiyə edirəm. Bu tipli videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczaçınız balaq olanda daim sağlam qalasınız.